Aleykümselam və rəhmətullah. Qardaş çox maraqlı və önəmli bir sual verir. O sual da namazda səhvləri necə düzəltmək lazımdır? Namazda səhvləri düzəltməyin forması barəsində soruşur. Çox önəmli sualdır. Çünki bu barədə çox xətalar edirlər. Və əksər qardaşlar elə zənn edirlər ki, namazda səhvlər düzələndə əsas götürülən meyar ayaq barmaqlarının uclarıdır. Əksər qardaşlar belə zənn edir və bu xətadır. Namazda səhvlər düzələrkən əsas meyar dabanlar götürülür. Yəni ayağın önü yox, arxası götürülür. Çünki ayaqda əsas olan ayağın arxa hissəsidir, hansı ki insanın bədəni onun üzərində durur. Amma qaldı ki, insanın barmaqları, ayağının ucu, elə insanda var ki, ayağı böyüdür, eləsi var balacadır, birinin ayağı uzundur. Əgər biz namazda səhvləri ayağın ucuna görə təmizimləsək, o zaman səhvlər düz olmayacaq. Birinin sinəsi biraz qabaqda, birininki arxada olacaq. Aydındır. Və bu sual alimlərdən bəzilərinə verilib. O cümlədən də Şeyx İbn Hüseyminə və Şeyx Rahiməhullah da necə ki mən indi sualı cavablandırdım, eyni ilə bu formada cavablandırır. Və doğrusunu Allah bilir.